Gördüyünüz LG markalı paltarın müştərinin şikayət ki, qapı açılmır. Gördüyünüz kimi yoxladım, qapı açılmır həqiqətən. İlk halda siz nə edirsiniz? Əgər mənim tez gəlib çata bilmirəmsə, bu ayaqqabı ipini götürürsünüz. Adi ayaqqabı ipidir. Bu ilə arasından salırsınız, özünüzə tərəf çəkirsiniz, qapı açılır. Bunu sizə öyrətdiyim üçün heç olmasa bir dənə sağ ol yorumlarda yazarsınız. Paltrionla bağlı suallarınız var, yenə də yorumlarda yaza bilərsiniz. Təmirə ehtiyacınız var, yenə yorumlarda yaza bilərsiniz. Nömrə səhifədə var, zəng edə bilərsiniz. Bu əlimdəki nə idi? Ruçka. Bəli, bu qapını sökəcəm, artıq ruçkasını dəyişəcəm, sonra yoxlayacağım, görəcəksiniz necə özü əllə sakit asılacaq. Bu ruçkanın dilidir. Bunun arxasında bax bu gördüyünüz ruçka var. Bu qırılıb görürsünüz, qırıq-qırıqdır. Hal-hazırda təzə ruçkanı yerinə qoydum. Şuruplarını bağlayıb paltaryanın üstə ustanovka edəcəm. Ruçkanın qırılma səbəbi haqqında bizi dənə məlumat deyəcəm. Deməli, ruçka niyə qırılır? Ruçka ona görə qırılır ki, siz vaxtından öncə paltaryan yuyub qurtarmamış dəfələrlə ruçkanı yoxlayırsınız ki, görüm açıldımı, görün açıldımı, görən açıldımı, görən açıldımı. Hər dəfə ruçkanı boşuna dartdığınız zaman zədələnir və zədələnər günlərin bir günü qırılır, əlinizdə qalır. Ona görə gözlüyün paltaryan qapısı tam buraxandan sonra bir dəfə vurun, açılsın. Hal-hazırda paltaryanın ruçkasını dəyişdim. Petlərin üstünə ustanovka edib paltaryanın üstündə yoxlayacağım. Diqqətlə axıra qədər baxın ki, siz də bunu görəsiniz. Artıq gördüyünüz kimi qapı ruçkası dəyişildi. Qapı da gözəl yerində açılır. Belə. Kimin paltaryanına bağlı nə sual var, nömrə səhifədə var. Ruçka dəyişildi, hazır.